Sumqayıt-Çay dəmir yol stansiyasının ətrafında nə kanalizasiya sistemi var, nə də keçməyə yol. Yağış yağan kimi küçə gölə çevrilir, tulantı suları həyətlərə dolur. Evlər nəmişlik içində çürüyür. Problem illərlə davam etməsinə baxmayaraq heç bir qurum məsuliyyət üzərinə götürmür. Söhbət Sumqayıtda Şəhid Kənan Allahverdiyevin adını daşıyan küçədən gedir. Burada yaşayan təxminən 500 ailə məcbur qalıb evlərinin həyətində primitiv kanalizasiya quyuları qazdırıb. Lakin bu sistem yağış sularını ötürmək üçün yetərli deyil. Ayda bir dəfə 50 manat verib maşına kanalizasiya çəkdiririk. Şambonu boşaldır. Yağış olanda da heç bu küçədən yerimək olmur. 500 nəfərin burada hamının kanalizasiyası hara gedir? Şambuya gedir də. 500 evə yaxın sakin var. Bu 500 evin sakininin hamısının kanalizasiyası, hamısının bir-birinin evinə hopur, belə deyək. Kimsə pəncərəsini açır, qonşunun kanalizasiyasını eləyir. Bu danışır ki, sən niyə mənim qapıma tökürsən, o deyir, mənim qapıma niyə tökürsən? Sakinlər deyir ki, vəziyyət hər keçən gün daha da ağırlaşır. Tulantı sularının axıdılmaması təkcə küçələrdə deyil, evlərin içində də ciddi fəsadlara yol açır. Yağışlı və rütubətli havalarda evlərin divarları nəmişlik tutur. Divarlar çatlayır. Bax. Evini. Bax. Dedilər 2017-ci ildə bu haqda tədbir görəcəyik. Hələ bir şey yoxdur. Şambol düzəltmişik hər. Burada da evlərin hamısı bir-birinə yaxındır. Məsələn, burada tikilifdir, o su gedir ora. 30 manata maşın gəlir, ayda 2 dəfə çəkdirirəm mən. Ayda 60 manat pul verirəm. Bu qoxu, cəmaət qapıdan girəndə özü hiss elədiniz də necə iyi gəlir də. Problem bununla bitmir. Küçənin asfalt örtüyü yoxdur, yollar bərbad vəziyyətdədir. Küçələrimiz vardır. Bu küçəni asfalt eləməlidir. Bura qurunta qoydu. Buraya güya yaxın müddətdə asfalt olunmalıdır. Hələ də bir şey yoxdur, gözləyirik. Mənim özüm maşınım var, dağılıbdır. Bu yolla gəlib getməz. Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı xidmətindən bildirildi ki, qeyd olunan ünvanda mərkəzləşmiş tullantı su şəbəkəsi mövcud deyil. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sifarişi ilə kanalizasiya sistemi mövcud olmayan ərazilərdə təchizat sisteminin qurulması məqsədi ilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası, şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. O cümlədən yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır. Yol problemi ilə bağlı isə Sumqayıt şəhəri İcra Hakimiyyətindən bildirildi ki, Sumqayıt şəhərində yol infrastrukturlarının inkişafı ilə bağlı tədbirlər planı mövcuddur. Günəş Rzayeva, Diana Cəlali, Nadir Cəlilov, Spice xəbər.